Ödənişsiz tarix dərslərimiz davam edir. Bu videomuzun mövzusu Ərəb xilafəti, Frank dövləti və Bizans imperiyası olacaq. 3 mövzu tək videoda izləməklə mövzunu sadə, anlaşılır formada başa düşəcəksiniz. Gəlin ilk öncə Ərəb xilafətinin izahından sizlərə bəhs edeyim. Ərəb xilafətindən danışmamışdan əvvəl bildirim ki, istər abituriyentlərimiz, istər müəllimlərimiz üçün tarix sertifikasiya, tarix MİQ və tarix abituriyent qruplarımıza qeydiyyatlarımız davam edir. Sizlər həm tarix hazırlığı üzrə dərslərimizə qoşula bilər, həm də tarixdən çoxlu və həftənin hər günü yüzlərlə sınaq işləyərək imtahanlara mükəmməl şəkildə hazırlaşa bilərsiniz. Elanlarımızı şəkildə və məlumat bölümündə qeyd edəcəm. Maraqlananlar 055 403 3753 nömrəsi ilə əlaqə saxlayıb məlumat ala bilərlər. Ərəb xilafətindən danışım. Ərəblər ümumilikdə Ərəbistan yarımadasında yaşayan toplum idi ki, Ərəbistan yarımadasının şimalında və mərkəzində əsasən əhalinin daha çoxluğunu təşkil edən bədəvi tayfalar yaşayırdı. Bədəvi tayfalarını deməli dəvədən təsərrüfatda, gündəlik həyatda istifadə elədiklərinə şahid oluruq. Dəvəni səhra gəmisi adlandırırdılar. Ərəb dövləti yaranmamışdan əvvəl Ərəbistan yarımadasında Məkkə və Mədinə şəhərləri bir-biri ilə rəqib idilər. Ticarət və digər məsələlər uğruna bir-birlərinə rəqabət aparırdılar ki, Mədinə həmçinin Yəsrib şəhəri də adlanır və Məkkə şəhərində əhalinin çoxluğunu təşkil edən isə Qureyş tayfalarının nümayəndələri idi ki, Məkkə şəhərində, Kəbədə həmçinin yerləşirdi ərəblərin həmən o dövrdə inandıqları bütlər, hansı ki, onlar İslam dinini qəbul eləməmişdən əvvəl bütpərəstlik dinini inanırdılar. 6-cı əsrdə isə ərəb tayfalarının arasında birliyin olmamasından istifadə edən Sasani və Bizans imperiyaları Yəmən uğrunda mübarizəyə başlayırlar. Və bundan sonra ərəblər başa düşür ki, onlar birlikdə vahid düşmənə qarşı vahid şəkildə mübarizə aparmalıdırlar. Hətta onlar 610-cu ilə qədər, yəni İslam dininin qəbuluna qədər olan dövrü cahiliyyə dövrü adlandırırlar. Belə ki, 610-cu ildə Hira mağarasında olarkən Həzrət Muhammədə peyğəmbərlik verilmiş və o təxminən 3 ildən sonra İslam dinini yaymağa başlamışdır. Lakin Məkkədə böyük bir təzyiqlərə məruz qaldığından Həzrət Muhamməd Peyğəmbərimiz 622-ci ildə Məkkədən Mədinə şəhərinə köç etmək, yəni hicrət etmək məcburiyyətində qalır və bundan sonra elə hicri təqvimin də başlanğıcı qoyulur 622-ci ildən etibarən. Mədinə şəhərində ilk müsəlman icmasını formalaşdıran, hansı ki, orada ilk deməli məscidin tikilməsinə nail olan Həzrət Muhamməd 624-cü ildə Mədinəlilərlə Məkkəlilər arasında Bədir döyüşü baş verir. 624-cü il döyüşündən sonra Mədinə əhalisi, İslam cəmiyyəti Məkkə əhalisinə qalib gəlir və bundan sonra Həzrət Muhamməd daxil olur Məkkə şəhərinə və 630-cu ildə ərəb tarixindəki ilk dövlətin əsasını, ərəb xilafətinin əsasını qoyur. Özü 630-32-ci illərdə hakimiyyətdə olmuşdur. Ərəb xilafətinin ilk xəlifəsidir, rəhbəridir. Lakin onun vəfat etməsindən sonra ərəb tarixində 632-661-ci illəri əhatə edən Rəşidi xəlifələri, insaflı xəlifələr və ya 4 xəlifə dövrü kimi adlanan dövr başlayır. Bu arada qeyd edeyim ki, ərəb xilafətində ilk dövrlərdə paytaxt Məkkə və Mədinə şəhərləri idir. Dedik ki, Rəşidi xəlifələrinin dövründə isə bütün Ərəbistan yarımadasının fəthi başa çatdırılır. Bizans, Sasani və Xəzərlərlə müharibəyə başlayırlar. Fələstin, Suriya və Misir müvafiq olaraq Rəşidi xəlifələrinin dövründə fəth edilmişdir. Hətta 639-cu ildə Azərbaycan torpaqlarına onlar yürüşə başlayırlar. Mən Azərbaycan tarixində Azərbaycanın ərəb xilafətinin tərkibində olduğu dövrlə də bağlı ətraflı bir izah vermişəm. Videonun görüntüsünü, görsənini burada, aşağıda isə linkini yerləşdirirəm. Həmən o mövzunu izləsəz daha yaxşı olar ki, hər iki mövzunu bir-biri ilə əlaqələndirib İstər Azərbaycan tarixindəki ərəb xilafətinin rolu, istərsə də ümumi tarixdəki ərəb xilafəti dərsini daha yaxşı öyrənəsiniz. Davam edeyim. Rəşidi xəlifələrinin dövründə Şimali Afrikada işğallar başlanır. Şimali Afrikanın bir hissəsi işğal olunur. Bu, demək, Afrikanın şimal-şərq hissəsi idi. Hətta 651-ci ildə Sasani dövlətinin varlığına son qoyurlar. Bayaq da qeyd elədiyim kimi Xəzərlərlə, Bizansla müharibəyə başlayırlar. Rəşidi xəlifələrinin dövründən etibarən 643-653-cü illərdə 1-ci, 2-ci Bələncər döyüşlərində Xəzər tayfaları ilə apardıqları mübarizələr onların uğursuzluğuna səbəb olur, məğlub olurlar Xəzərlərə. Hətta Rəşid xəlifələrinin dövründə Azərbaycanın cənubunda üsyanlar da baş verir ki, bu xəlifə Osmanın dövründə yatızdırılmışdı. Bu məlumata da biz Azərbaycan tarixində rast gəldik təbii ki də. Sonuncu Rəşid xəlifəsi Həzrəti Əlinin dövründə ədalətli vergi islahatı keçirilir.
Vergi islahatı ərəblərin narazılığına səbəb olur. Çünki onun ədalətinə görə əkilməyən torpaqlardan xərac almaq olmazdı. Lakin bu öz ciblərini düşünən ərəblər üçün yaxşı qarşılanmır. Həzrət Əlinin şəhid edilməsindən sonra Müaviyyənin başçılığı ilə Ərəbistanda Əməvilər sülaləsi hakimiyyətə gəlir. Əməvilər 661-750-ci illərdə hakimiyyətdə olmuşdular. Xəlifə Müaviyyənin dedik başçılığı ilə hakimiyyətə gəlirlər. Paytaxtı köçürdülər Dəməşq, digər bir adı ilə Şam şəhərinə. Onlar da Rəşidi xəlifələri kimi fəthlərə davam edirlər. Qeyd edə bilərəm ki, onların hakimiyyəti dövründə 705-ci ildə Albaniya, yəni Mehranilər dövləti süquta uğradılır. Bunu da qeyd eləmək olar ki, 667-670-ci illərdə Alban hökmdarı Cavanşirlə diplomatik əlaqələr saxlamışdı. Müaviyyə 711-ci ildə isə Tarixin başçılığı ilə ərəblər bu dəfə Avropa istiqamətində fəthlərə başlayırlar. Yəni ilk dəfə Avropaya daxil oldular. Bizim dərsliyə əsasən Əməvlərin dövründə Qərbi Avropada İspaniyanı ələ keçirdilər. Piriney yarımadasının böyük bir hissəsini tabe eləyirlər. 722-ci ildə isə 643-653-cü il 1-ci, 2-ci Bələncər döyüşlərindən fərqli olaraq 722-ci il 3-cü Bələncər döyüşündə Xəzərlərin paytaxtı Bələncəri ələ keçirsələr də Xəzərlər tərəfindən qovulurlar. Hətta 731-ci ildə Xəzərlər Savalan döyüşündə ərəblərə qalib gəlir. Lakin 737-ci ildə ərəblərin Hilat döyüşündəki qalibiyyətindən sonra Xəzərlər Azərbaycandan çıxarılmışdı. 725-ci ildə isə Əməvilər Azərbaycanda əhalini və əmlakına siyahıya alır. Bu Sasanilərin siyahıya almasından sonra Azərbaycanda yeni bir siyahıya alınma hesab olunur. 732-ci ildə isə onların qarşısı Franklar tərəfindən Poitiers döyüşündə kəsilir. Belə ki, Karl Martelin başçılıq elədiyi Frank qüvvələri ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısını alır. Bir məsələni deyim, qeyd kimi dəftərlərinizdə yazın. Ərəblərin Şərqi Avropada irəliləməsinin qarşısını kəsibdir Xəzərlər. Ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısını kəsibdir Franklar Poitiers döyüşü ilə. Əməvlərlə bağlı digər bir məsələləri qeyd edə bilərəm ki, Rəşidi xəlifələrinin dövründə olduğu kimi Əməvlərin hakimiyyəti dövründə də Azərbaycanda üsyanlar baş vermişdi. Bu üsyana Beyləqanda Müsafir rəhbərlik eləyirdi. Üsyan 748-ci ildə Əməvlərin dövründə başlasa da, gördüyünüz kimi 752-ci ildə yatızdırılır. Bu isə Abbasi sülaləsinin hakimiyyəti dövrünə təsadüf eləyir. Əməvlərlə bağlı digər bir məsələləri qeyd edə bilərəm ki, Mərkəzi Asiyanın işğalını başa çatdırmışdılar. Şimali Afrikada işğalları davam edirlər. Şimali Afrikada Afrikanın şimal-qərb istiqamətində irəliləyirlər. Hətta onların hakimiyyəti dövründə Şimali-Qərbi Hindistan torpaqları da fəth edilmişdi. Bu, ərəblərin artıq Çinə qədər irəliləməsinin sübutudur ki, onlar bu dövrdə artıq Çinə qədər irəliləyirlər. Lakin Əməvlərin hakimiyyəti dövründə Rəşidi xəlifələrinin, ilk xəlifələrin dövründən fərqli olaraq müsəlmanlara qarşı ayrı seçkilik olurdu. Hansı müsəlmanlara qarşı? Ərəb olmayanlara qarşı. İslam dinində buyurulur ki, istər türk olsun, istər ərəb olsun, hansı deməli millətin nümayəndəsi olmasından asılı olmayaraq, əgər həmən şəxs müsəlmandırsa da, demək nədir? Müsəlman müsəlmanın qardaşıdır, yəni bərabər hüquqludular. Amma Əməvilər bu siyasətdən uzaqlaşır. Ərəb olmayanlara qarşı ayrı seçkilik edirlər. Bu da təbii ki, gətirib nəyə çıxardır? Etirazlara, üsyanlara. Belə bir dövrdə 750-ci ildə Mərkəzi Asiyada Əbu Müslümün başçılığı ilə üsyan olur. 750-ci il Əbu Müslüm üsyanından sonra Əməvilər sülaləsinin hakimiyyəti başa çatır və bununla da xilafətdə yeni bir dövr başlayır. Bu, Abbasi xəlifələrinin hakimiyyəti dövrü idi. Abbasi xəlifələrinin hakimiyyəti dövründə isə ərəblərin şərq istiqamətində yürüşləri davam edir. Onlar bu dəfə 751-ci ildə tarixə Talas adı ilə keçən Talas döyüşündə Çin ordularına qalib gəlirlər. Lakin bundan sonra ərəblər daha şərqə doğru irəliləmirlər. Baxmayaraq ki, Çinə qalib gəlirlər, amma geri çəkilirlər. Bu, ərəblərin geri çəkilməsindən istifadə edən Uyğurlar, türklər isə ərəblərin Çinə qalib gələndən sonra ələ keçirdiyi ticarət yollarına sahib olurlar. Mərkəzi Asiyadakı ticarət yollarının böyük bir qismi keçir Uyğurların nəzarəti altına. Əməvilərin hakimiyyəti dövründə olduğu kimi Abbasilərin hakimiyyəti dövründə də paytaxt dəyişikliyi olmuşdu. Belə ki, 762-ci ildə yeni bir şəhərin əsası qoyulur. Bu şəhər Bağdad şəhəri idi. Paytaxt 762-də Bağdad şəhərinə köçürülür və dövrün ən böyük şəhəri də, inkişaf eləmiş şəhəri də elə Bağdad idi. Qeyd edə bilərəm ki, 778-838-ci illərdə isə Azərbaycan tarixində
Cavidan və Əbu İmranın başçılığı ilə başlayan və Babəkin dövründə daha da güclənən xalq azadlıq hərəkatı, Xürrəmilər hərəkatı olur. Xürrəmilər hərəkatı isə xilafəti kökündən sarsıdır, zəiflədir və xilafətdə sonradan parçalanmalara səbəb olur. 9-cu əsrdə bu hadisələrdən sonra xilafət parçalanır. Belə ki, Misir, İran və Azərbaycan əraziləri Qafqaz Ərəbistandan ayrılır, müstəqil feodal dövlətlər meydana gəlir. Elə bunlardan Azərbaycanda yaranan ilk dövlətlər isə Şirvanşahlar, Sacilər və digərlərini nümunə çəkə bilərəm. Belə bir dövrdə hətta Sacilərlə də onların mübarizəsi var. Saci hökmdarı Yusif ibn Əbu Sac Abbasi sülaləsi ilə mübarizə aparmışdı. Abbasilərin hakimiyyəti dövründə xarici dövlətlərlə saxlanılan diplomatik əlaqələr barəsində də sizə məlumat verim. Deməli, Qəznəli hökmdarı Mahmud, Atabəy hökmdarı Qızıl Arslan, Dehli sultanı Eltutmuş xanın Abbasilər xilafəti ilə hakimiyyəti dövründə diplomatik əlaqələrini görürük. Həmin o diplomatik əlaqələr nəticəsində adını çəkdiyim hər üç şəxs xəlifə tərəfindən sultan tituluna layiq görülmüşdür. Bunu da qeyd kimi yaza bilərik. Və bu arada 8-ci əsrin sonlarında Azərbaycana Xəzərlərin hücumlarına da Abbasilərin hakimiyyəti dövründə son qoyulmuşdu. 1055-ci ildə Səlcuq sultanı 1-ci Toğrul Bağdada daxil olur. Abbasilər Səlcuq imperiyasından asılı hala düşür. 1258-ci ildə isə öz qəddarlığı ilə adını tarixə yazdıran Hülakü xan tərəfindən Bağdad şəhəri ələ keçirilir. Daş üstündə daş, baş üstündə baş qoyulmur və Ərəb xilafətinin 600 ildən çox davam edən hakimiyyəti dövrü başa çatır. 1258-ci ildə Hülakü xan Abbasiləri süquta uğradır. Bir məsələni də sonda qeyd edeyim. İspaniyada Əməvilər sülaləsinin nümayəndələri tərəfindən Kordova xilafəti yaradılmışdı. Kordova xilafəti Ərəbistandan, Ərəb xilafətindən ayrılan ilk ərazi olur. Deməli, parçalanma 9-cu əsrdə olur. Amma təqribən 750-ci illərdə deməli Əməvilər sülaləsi tərəfindən, Əməvilərin nümayəndələri tərəfindən İspaniyada, Avropada, Qərbi Avropada, Pireneya yarımadasında Kordova xilafəti yaranmışdı. Kordova xilafətinin sonrakı tarixi barəsində sizə səlib yürüşləri mövzusunda məlumat verəcəm. Ərəblərin hakimiyyəti dövründə istifadə olunan torpaq, vergi, mükəlləfiyyət növlərindən Azərbaycan tarixində ətraflı və sadə formada izahat vermişəm. Eyni məsələləri təkrar eləmək istəmirəm. Qeyd edə bilərəm ki, ərəblərin hakimiyyəti dövründə 2 dənə pul vahidi var idi. İstifadə olunan qızıl pul vahidi dinar adlanırdı, gümüş pul vahidi isə dirhəm adlanırdı. Bir daha təkrar edeyim ki, vergi torpaq növləri ilə bağlı bütün məsələləri Azərbaycan tarixindəki Ərəb xilafəti mövzusunda izah vermişəm. İndi gəlin sizlərə Frank imperiyası və Bizansdan məlumat verim. Frank dövlətindən danışmamışdan əvvəl sizə German tayfaları haqqında məlumat verim. Germanlar baxmayaraq ki, Avropa o dövrdə quldarlıq quruluşunda yaşayırdı, hələ də ibtidai icma cəmiyyətində yaşayırdılar. Germanlar bəs kimə deyilirdi? Reyn çayından qərbdə yaşayan tayfalara German tayfaları deyilirdi. Haqqında danışacağım Franklar da German tayfalarının bir qoludular. Və onlar deməli tez-tez Roma ərazisinə yürüşlər edirdilər. Biz bu yürüşlərin daha çox 1-ci əsrdən etibarən artdığının şahidi oluruq ki, 1-ci əsrdən etibarən Roma onların üzərinə yürüşlər eləməyə, onları tabe eləməyə çalışır. Lakin baxır ki, bu mübarizə mənasızdır. Ona görə də German tayfalarına qarşı sədlər tikirlər Reyn çayı boyunca. Necə ki, Çinlər türklərə, Hunlara qarşı Çin səddindən istifadə edib onların qarşısını almaq istəmişdilər, lakin bunu bacarmamışdılar. Eyni şey Romalıların da başına gəlir. Tikdirdikləri sədləri aşaraq German tayfaları tez-tez Roma ərazisinə yürüşlər edirdilər. Bu yürüşlər 4-cü, 7-ci əsrlərdə xalqların böyük köçü dövründə daha intensiv xarakter alır. Çünki artıq şərqdən gələn türk tayfalarının deməli German tayfalarını sıxışdırması nəticəsində onlar məcbur olub daxil olurlar Roma imperiyasının ərazisinə. Bu Roma imperiyasının tənəzzülünü, süqutunu sürətləndirir. Romada antik mədəniyyətin məhv olmasına, elmin, texnikanın, tərəqqinin deməli süqutuna səbəb olur. Hətta onların elə başçılığı ilə 476-cı ildə Qərbi Roma imperiyası süquta uğradılmışdı və bu hadisədən sonra dünya tarixində bildiyiniz kimi qədim dünya tarixi başa çatmış, erkən orta əsrlər dövrü, feodalizm dövrü Avropada başlamışdı. Deməli, bax o xalqların böyük köçünün, German tayfalarının Roma üçün bax belə bir təsirləri olur.
Qeyd edeyim ki, German tayfaları o dövrdə mühüm vəzifələrini, mühüm məsələləri daha doğrusu xalq yığıncağında müzakirə edirdilər və Roma ərazisində Avropada deməli German tayfaları tərəfindən bir sıra dövlətlər yaradılmışdı ki, biz Ostqot krallığından, Vestqot krallığından, İngiltərədə yaranan Anglo-Sakson krallığından, Afrikanın şimalında yaranan Vandal krallığından və bugünkü mövzumuz olan Frank krallığından yaranmasının şahidi oluruq. Deməli, bu krallıqları kimlər yaratdı? German tayfaları, xalqların böyük köçü dövründə Avropa ərazisində keçmiş Roma imperiyasının torpaqlarında. Və bu krallıqlardan da mən sizə Franklardan bəhs eləyəcəm. Frankların o dövrkü rəhbərlərindən biri Hlodvik olur. Hlodvik 486-cı ildə Qalliya ərazisində, indiki Fransa ərazisində 486-cı ildə Roma qoşunlarına, Roma canişininin qüvvələrinə qalib gəlir. Bu qələbədən istifadə edən Hlodvik qısa bir müddət sonra Frank dövlətinin əsasını qoyur. Təxmini 500 yadda saxlamaq olar, təbii ki, elə deyil tarixi. Bax, bu dövrdə Frank dövləti yarandı. Paytaxtı Aachen şəhəri idi və Hlodvik dövləti qurandan sonra belə bir addım atır. O da dini islahat keçirdir, xristianlıq dinini qəbul eləyir. Bundan sonra xristian icmasının üzvlərini, yerli halini öz tərəfinə çəkir və daxili siyasəti ilə bağlı digər bir məsələni də deyə bilərəm ki, qanunlar toplusu qəbul eləmişdi, ölkəsini vilayətlərə bölmüşdü. Vilayətləri də qraflar, yəni daha iri feodallar idarə eləyirdilər. 8-ci əsr tarixinə gəldikdə isə Franklarda biz Karl Martelin hakimiyyətinə rast gəlirik. Kral hakimiyyəti zəiflədiyi bir dövrdə baş məmur olan Karl Martel hakimiyyəti öz əlində cəmləşdirir. 732-ci ildə ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısını alır Poitiers döyüşü ilə. Onlara qalib gəlir Poitiers döyüşündə. Hərbi islahat keçirdir Karl Martel və qeyd edə bilərəm ki, onun hakimiyyəti dövründə də Hlodvikin yaratdığı qanunlar toplusu hələ də öz istifadəsində idi. Ümumilikdə 6-9-cu əsrlərdə Hlodvikin qanunnaməsi mövcud olmuşdur və dövlətin ən qüdrətli hökmdarından danışaq, Böyük Karldan. Böyük Karlın hakimiyyəti dövrünü bilməyi məsləhət görərdim. 768-814-cü illərdə hakimiyyətdə olmuşdu. Əvvəlcə daxili siyasətindən danışım sizlərə. O torpaq islahatı həyata keçirdir, yaxın adamlarına torpaq sahələri paylayır. Bu torpaqları o əvvəlcə deməli hərbi xidmət müqabilində versə də, yəni şərti xarakter daşısa da, sonradan həmin o torpaqlar irsi xarakter daşıyır və bu da dövlətin elə süqutuna gətirib çıxardır, dövləti zəiflədir, Avropada dağınıqlığa səbəb olur. Böyük Karlın dövründə, Karl Martelin dövründə olduğu kimi növbəti dəfə hərbi islahat keçirilir. Martelin hərbi islahatından fərqli olaraq Böyük Karlın hərbi islahatı nəticəsində kəndliləri ordudan uzaqlaşdırır. Özünə güclü bir nizami ordu formalaşdırır və bu ordu artıq işğallara başlayır. İndi mən sizə Karlın xarici siyasətindən danışım. İspaniyada ərəblərlə şiddətli müharibələr aparır, ərəbləri məğlubiyyətə uğradır, İspaniyanın kiçik bir hissəsini ələ keçirdir və burada xristianlıq dinini yaymağa başlayır. Hətta hakimiyyətinin böyük bir qismində 30 il ərzində Saks tayfaları ilə mübarizə aparmışdı. Bütpərəst Saks tayfalarını tabe eləyə bilməyəcəyini başa düşəndən sonra onların rəhbərlərinə torpaq sahəsi paylayıb, rəhbərləri öz tərəfinə çəkmiş və Saksları tabe eləmişdi. Avar xaqanlığına qarşı mübarizə aparmışdı və öz qohumlarına qarşı, yəni German tayfalarına qarşı mübarizə aparır. Çünki Roma papası Böyük Karldan xahiş eləyir ki, bəs bu German tayfaları başımıza bəla olubdu. Gəl bu bəladan bizi qurtar. O da German tayfalarını məğlub eləyir, İtaliya torpaqlarına daxil olaraq. Roma papası da onun bu siyasətini yaxşı qiymətləndirir və 800-cü ildə başına imperator tacı qoyur Böyük Karlın. Bundan sonra artıq dövlət imperiyaya çevrilir. Böyük Karl da 800-cü ildə deməli imperator titulu alır. Baxmayaraq ki, ərəblərlə mübarizəsi var idi, onun ərəb xilafəti ilə və Bizansla diplomatik əlaqələrinə də rast gəlirik Böyük Karlın. Böyük Karl öləndən sonra varisləri onun kimi güclü idarəçi ola bilmir. Bütün bunlar 843-cü ildə Frank imperiyasının parçalanmasına səbəb olur. Verden müqaviləsi ilə dövlət 3 hissəyə bölünür. İtaliya krallığı meydana gəlir. Buna tarixdə Lotaringiya vilayəti də deyilir, Lotaringiya krallığı da deyilir. Dövlət bölünür Almaniyaya. Almaniya adlanırdı. Deməli, Şərqi Frank dövləti və Fransaya, o da Qərbi Frank dövləti adlanırdı. Ümumilikdə 9-11-ci əsrlərdə Avropada feodal dağınıqlığı olur.
qeyd edə bilərsiniz, Azərbaycanda da, Avropada da 9-11-ci əsrlər feodal dağınıqlığı dövrüdür. Həmin o dağınıqlıq dövründən danışım sizə. Bu dövrdə dedik Fransa krallığı yarandı. Fransa krallığı bu krallıqların içərisindəki ən zəif krallıq idi 9-11-ci əsrlərdə. Çünki ölkə kralı təkcə Paris və Orlean arasındakı torpaqlara nəzarət eləyir. Torpaqların əksəriyyəti isə feodallar arasında bölüşdürülmüşdü və mərkəzi hakimiyyətə, krala hesabat vermirdilər. İtaliyadan danışası olsam, İtaliya şəhər respublikalara bölünmüşdü bu dövrdə. Şəhər respublika anlayışına təkcə bax İtaliyada rast gəlirik biz tarixdə, keçdiyimiz dərslər içərisində. İçlərindən ən güclüsü isə Almanlar çıxır. Çünki Almanlar 10-cu əsrdə vahid dövlət yaratmağa nail olurlar və vahid Almaniya krallığını 1-ci Otto yaradır. Hətta o da böyük Karl kimi Roma papasının xahişi ilə daxil olur Romaya və 962-ci ildə o da Roma papasından tac qəbul edir, imperator tacı qəbul edir və imperator titulunu əldə edir. Bundan sonra Müqəddəs Roma imperiyasının əsasını qoyur. Müqəddəs Roma imperiyası bu arada Almaniya və İtaliya torpaqlarının bir qismini əhatə eləyirdi. Xəritələrlə də deməli sizləri tanış eləyirəm dərsin gedişində. 9-11-ci əsrlər həmçinin Avropaya şimaldan Vikinglərin yürüşləri baş verir. Vikinglərin ehtimal olunur ki, təxminən 1000-ci ildə Şimali Amerikada yürüşləri var. Lakin Avropada baş verən iqlim dəyişikliyindən sonra havaların istiləşməsi Vikinglərin artıq qarətçi yürüşlərə yox, oturaq həyata keçməsinə, əkinçiliklə məşğul olmalarına səbəb olmuşdu. Avropada sizə feodal münasibətlərindən bəhs eləyəsi olsam, dediyim kimi Avropada feodal dağınıqlığı dövrü var idi. Həmin vaxt bu dövrdə ən böyük torpaq sahibi kralın özü idi. Ən böyük feodal kraldır. Və kral özündən bir aşağıdakı təbəqələrə torpaq sahəsi paylayırdı, iri mülklər paylayırdı. Həmin o şəxslər hersoq və ya qraflar adlanırdı. Hersoq və qraflar birbaşa krala tabe idilər. Onların rəhbəri, ağası, senyoru, yəni kral hesab olunurdu. Və hersoq qraflar da krala tabe olduğu üçün onlar da kralın vassal asıllığında hesab olunurdu. Deməli, burada senyor-vassal münasibətləri var. Kralla hersoq və qraflar arasında. Hersoq qraflardan bir pillə aşağıda isə baronlar dururdu. Baronlar isə kimə tabe idi? Hersoq qraflara. Deməli, baronların senyoru kimdir? Hersoq və qraflar. Kral necə ki, hersoq və qraflara torpaq sahəsi paylayırdı, hersoq qraflar da baronlara torpaqlarının bir qismini paylayırdılar və onlar kraldan da torpaq alırdılar bu arada. Hər bir halda baronlar isə hersoq və qraflara tabe idi. Onlar da feodal hesab olunurdu və ən aşağı təbəqədə isə feodal o iyerarxiyasında, feodal quruluşundakı ən aşağı təbəqədə isə cəngavərlər yer alırdı. Cəngavərlər də kiçik torpaq sahibləri idilər və bu danışdığım təbəqələşməyə daxil olmayan şəxslər və ən çox ziyan görən şəxslər isə kəndlilər idi. Çünki kəndlilər həmin adını çəkdiyim feodalların torpaqlarında, mülklərində, qəsrlərində yaşayır, onlara vergi ödəyir, onların mükəlləfiyyətlərini icra edir. Mükəlləfiyyət nə idi yadımıza salaq? Yəni onların tapşırıqları ilə məcburi sürətdə işlər həyata keçirirdilər təsərrüfatda və ya körpü tikirdilər, kanalizasiya xətlərini təmir edirdilər və digər işləri həyata keçirirdilər. Hər bir halda kəndlilər feodal nərdivanına daxil deyildilər və onların təsərrüfatını inkişaf elətdirə bilməmələri feodallardan təhkimli asıllıqlarına, təhkimli vəziyyətinə düşmələrinə səbəb olurdu ki, təhkimlilik də kəndlərin bir yerdən başqa yerə getməsinə qadağa idi. Mən sizə indi Bizans imperiyasından danışım. Bizans 395-ci ildə Roma imperiyasının parçalanması ilə yaranır. Dünya tarixində ən uzun müddətli imperiyadır. 1476-ya qədər mövcud olmuşdu. Dövlətdə 1000-dən çox şəhər olduğuna görə dövlət şəhərlər ölkəsi də adlanırdı. Paytaxtı Konstantinopol, yəni indiki İstanbul şəhəri idi. 3 qitədə ərazisi var idi, Avropada, Asiyada və Afrikada. Ticarət yollarının üzərində yerləşdiyi üçün dövlət xəzinəsi zəngin idi, əlverişli mövqeyi var idi. Buna görə də o tez-tez xarici hücumlara məruz qalırdı. Dövlətin başında imperator dururdu, qeyri-məhdud hakimiyyətə malik idi. Hakimiyyəti irsi idi və imperator istər ölkədə ordunun rəhbəri idi, istər məhkəmənin rəhbəri idi, istər kilsənin rəhbəri idi, istər xarici əlaqələr üzrə əsas söz sahibi, xarici dövlətlərlə əlaqələr üzrə əsas söz sahibi imperator hesab olunurdu.
Mən sizə 437 və 447-ci illərdə Avropa Hun hökmdarı Attilanın Bizans etdiyi yürüşlərdən bəhs eləyə bilərəm. Həmçinin onlar 6-cı əsrdə Göytürk və Sasanilərlə mübarizə aparmışdılar. Daha sonra dövlətin qızıl əsrindən, qızıl dövründən danışım. Bu Justinianın hakimiyyət dövrüdür. Justinianın da hakimiyyət dövrünü bilsək məsləhətdir. 527-565-ci illərdə hakimiyyətdə olmuşdu. Justinianın hakimiyyəti dövrü Bizansın qızıl əsri, qızıl dövrü hesab olunur. Justinianın daxili siyasətindən bəhs edəsi olsaq, Justinian məcəlləsinin qəbul edilməsi ilə tanınıbdır tarixdə. Justinian məcəlləsinə görə hər bir xristian, yəni irqindən, cinsindən asılı olmayaraq hər bir xristian qanun qarşısında bərabər idi. Məhkəməyə müraciət edə bilərdi və torpaq sahibi ola bilərdi. Həmçinin onun hakimiyyəti dövründə hər il milyonlarla turistin İstanbulda indi də ziyarət elədiyi Müqəddəs Sofiya, Ayasofya məbədinin də əsası qoyulmuşdu, istifadəyə verilmişdi. Bu da Bizansın həmin o qızıl əsrinin, qızıl dövrünün rəmzi hesab olunur, Ayasofya məbədi. Xarici siyasətinə gələsi olsam, onun əsas məqsədi keçmiş Roma imperiyasının torpaqlarını bərpa eləmək idi. Elə bu minvalla da o xarici hücumlara başlayır. Belə ki, onun hakimiyyəti dövründə Ostqot krallığı süquta uğradılır, Afrikada Vandal krallığının süquta uğradılır, İspaniyaya daxil olur, İspaniya torpaqlarının bir hissəsini ələ keçirdir. Deməli, Justinian da, Böyük Karl da İspaniyada torpaqlar ələ keçirdibdir. Sasani ilə apardığı aramsız müharibələrdən sonra 532-ci ildə Sasanilərlə müqavilə imzalayır. Dövlətin ərazisini 2 dəfə böyütməyə nail olur. Həmçinin onun hakimiyyəti dövründə Slavyan və Türk tayfaları da ölkə ərazisində məskunlaşdırılır. Bunu da qeyd edə bilərsiniz ki, Slavyanların ölkə ərazisində məskunlaşması Bizansda quldarlıq qaydalarının feodalizmdən əvəz olunmasına gətirib çıxartmışdı. Yəni, ən gec feodalizm təşəkkül tapıbdır Bizansda, Avropa ərazisində. Bundan əlavə olaraq 591-629-cu illərdə də Sasani ilə müharibə aparır və müqavilələr imzalanır. Bunu Azərbaycan tarixində rast gəldik bu məsələlərə. 7-ci əsrdə ərəblərlə apardığı müharibələrdən sonra özünün ən zəngin vilayətlərini, Misir başda olmaqla Suriyanın, Fələstini və digər ərazilərini itirir. Hətta 654-cü ildə Albaniya hökmdarı Cavanşir ərəblərə qarşı mübarizədə Bizansla ittifaqa girmişdi. 1071-ci ildə isə Malazgirt döyüşü baş verir. Səlcuq sultanı Alparslan tərəfindən darmadağın edilən Bizans imperatoru 4-cü Diogenin ordusu Səlcuqların qələbəsi Bizansın Şərqi Anadolunu itirməsinə səbəb olur. Hətta onlar xərac da ödəyirdilər, cizyə vergisi də ödəyirdilər deməli Səlcuqlara. 1091-ci ildə isə onların ərazisinə peçeneglərin yürüşləri baş verir. Həmən bax bu peçenegləri qeyd edə bilərsiniz, Xəzərlərlə də mübarizə aparıblar. Və 1204-cü ildə isə 4-cü Səlib yürüşü baş verir Bizans ərazisinə. 4-cü Səlib yürüşü nəticəsində Bizans ərazisinə Latın imperiyası yaradılır. Bizans təxminən yarım əsrdən çox öz mövcudluğunu itirir. Çünki 1204-1261-ci illərdə Bizans ərazisində Latın imperiyası mövcud olmuşdu. Sonradan üsyanla Latın imperiyasına son qoyulur və onlar qovulur səlibçilər Bizans ərazisindən. Osmanlı ilə əsasən müharibələr olub Bizansın. İstər Osmanlının qurucusu Osman Qazi, istər Orxan Qazi, istərsə də Fatih Sultan Mehmet ilə aparılan mübarizələr Bizansın süqutuna səbəb olur. Fatih Sultan Mehmet tərəfindən 1453-cü ildə tarixin ən uzun ömürlü imperiyasına son qoyulur. Və bizim dərsimizin izahı da burada bitir. Hər zaman olduğu kimi 1-ci, 3-cü, 5-ci günlər axşam 19:00-da kanalımızda yayımlanacaq yeni videolardan xəbərdar olmağınız üçün kanala abunə olmağı, bildirimləri açmağı unutmamağı tövsiyə edərdim. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.